İşğaldan azad olunan ərazilərdə böyük qayıdış proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 12-13 mart tarixlərində Nazirliyin akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən Cəbrayıl şəhərində əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb. 2 günlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır. Tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konjunktivit, refraksiya patologiyası, miopik astigmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə edilib. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzinə gəlməsinə şərait yaradılıb. Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.